Bu da ha. Haradayım ben? Ala Şirin. Ben axırıncə haradaydım ala. Ya ala, Reyhana kim padxod edir? Ala ona bakalım. Ne yaxşı əslində. Sən necə çıxardın Nazım? Yaxşı yox, yaxşı. Sen öylesin. Ala, Neynəsiz xanımlar? Beş. Cavad, yaxşısan? Mən yaxşıyam, amma bunlar yaxşı olmayacaq. ala restoran. 5-6 nəfər düşdü üstümüzə döydü bizi. Allah ondan sonra yadıma gəlmir axı. Ya bura necə gəldik biz? Ala Şirin oyan da. Xosu maşınlardan mantefon oğru. Faxı evlən, asanı 2 metrə qabağa çəkir. Mama da padvalda qustarını araq çəkir. Ala bu neyinir? Allah hamının zibilini açdı ya. Aa, oyan da. Hala ne oldu? Bana belə adam oyadarlar hala. Necə oyadım? Mən səni öpüm oyadım mən səni. Gəl bura öpüm, gəl bura. Ne? Gəl bura. Də üzüyü ver, də üzüyü ver. Də dodaq ver, də dodaq ver. Gicdə mənə öpmək nədir ha? Öpəcəksən sonra yenə istəyəcəksən. Giz danışma. Hala biz hardayıq başı? Bura haradır? Ala mən nə bilim biz harda yox. Qaçılıblar da bizi deyəsən. Hala gicdə mənə nə qəsədir? Mənim istədiyim var hala. Aa, mən sənə baxanda əmin oluram ki, ailələr gərək böyüdə bilmədiyi uşağı dünyaya gətirməsinlər. Bizi restorandakı söhbətə görə kimsə basıb maşına gətirib bura. Nə? Hə? Maşına basıb gətirib bura? Hə. Hala fso. Bizim aləm yiyəsiz qaldı. Ailəm? Mama deyirsən? Hala giz danışma. Bizim aləm də uşaqlar. Kim deyir sizin uşaqlar? Hala heç bu botoks aris, liposaksiya zaur. Bir də bu gün bir 2 gündə qaytararam xəyal. Bizim uşaqlar dolar. Allah, mən o boyda Yaponiyada oxudum. O boyda icadda eləmişəm. Gəlmişəm indi burada. Səninlə söhbətə düşüm, əlimi qolumu bağlasınlar mənim, ala. Bir də mənə bax. Özü sən giz danışırsan. Dur ayağa, əllərimizi açaq. Dur da. Dur. Ay sən. Bu nə də la? Orada bizim əllərimizi ayrı-ayrı bağlıdır bacım. Bu nə də la? Mənə bax, gəl bura, bir dənə burada deyəm, bir dənə burada deyəm, bir dənə burada deyəm. Fırlan belə, fırlan. Mən sənə əl atım, sən də mənə əl at. Hə, də açım. Ala, nə məkinim gəl. Ala. Qara qıdığım gəldi ya. Necə eləyər la? Necə eləyir? Deyən ki, ala deyən bildim. Mən o vaxt Van Damın kinolarına çox baxırdım. O Van Damın kinoları, Van Dam necə eləyirdi belə bu vəziyyətlərdə? Hala giz danışma da. Mən Van Dam kinolarına baxmamışam. Oysa kasetin üstündə yazırdı Van Dam, amma içi başqa idi. Ala, niyə biz? Hala, nə bilim hala. Ala gəlirlər. Gəlirlər, sana gəlirlər. Ala gəlir. Diyan, dəmir. Gəlirlər. Mənə bax. Hə. Bax, bu şüşəni görürsən? Hə. Diyan bir dənə. Əyil yavaş, hop. Ala, eləmirəm səni. Hə. Diyan. Bir də bu şüşəni verə bilərsən mənə, tez. Ay git, sən eləmədin, mən necə eləyəcəm? Ağzınla ver də, götür də belə dodağınla. Tabii tez. Tez ol da day. Deyən də ala. Arada çatırlar da. Ay sağ ol. Oturun. Otur. Mən düz durum mən. Hala diyan da. İtələ. Otur. Gəl. Diyan. Buradadılar. Ha, oyanmısınız deyəsən. Necə yatdı? Sayıq almadı. Dərdi qaşa. Hala bu laf ana qayğısı göstərir bizi. Ana, mən Məhdiş kimi qayğı göstərə bilmərəm sənə. Yəni sən Məhdişi hardan tanıyırsan? Mama hardan tanıyırsan? Yiyibicən kişilərin hamısı tanıyır Məhdişi. Al tanıyırlar mama. Arada tanıyacaq da mama kafe işlədir də. Sən kimsən ya ala? Bizi yetib gətirmisən bura. Mən adım İkramdır. Dost tanış mənə Şeşkoşa İkram deyir. Şeşkoşa? Dünən dava salıb dağıtdığınız restoran sahibi. Bu görüntüləri görmüsünüz? Ha. Bu görüntüləri polisə versən, ağzından 3 il yatacaqsınız içəridə. 3 il? Ha, 3 il mənim üçün mürgüləməkdir, yatmaqdır. Amma içərinin bütün polunu, şkafını, nə bilim, tualetini, hər yerini tanıyıram, əzbər bilirəm. Gör, mən nə ilə qorxdu. Tapışdı o mənim üçün 3 il etsinlərdir. Təmizlədiyin yerlə yata saxlam, sağ ol. Yaxşı da sən də, deyirəm qorxmuram da. Eşidirsən? Hə. Mən hazıram. Mən də hazıram. 1, 2, 3. Ne ediyorsun ya la? Sən bir kəsmisin. Bu ne de la? Hadi ya la. Ne skvacınakta la? Ana mən də soyuq deyəm. Yaxşı, uzatmanın adı yoxdur. Apar görüntüləri ver polisə.
Yo, atam bir dəqiqə deyən, lazım deyil polisə. Qaqaşa niyə əziyyət verirsiniz? Gedər yolda başına nəsə iş gələr. Hə, baxmadı sonra mən vicdan əzabı çəkərəm. Dayda, birincisi sən özün də gördüyün görüntüdən ki, biz sən obyekti dağıtmamışıq. 5-6 nəfər düşüb üstümüzə döyüb bizi. Davanı siz salmısınız. Görüntülərdə də görünür siz başlamısınız. Keç ikinciyə. Dayda, ikincisi odur ki, əgər səndə o görüntülər varsa, sən o polisə verməmisənsə, deməli sənin məqsədin başqadır burada. Sən bizi şantaj edəcəksən. Halal olsun. Necə bildin? Mənim səbəb-nəticə əlaqələrim ardıcıl şəkildə informasiya strukturlarında və analitik düşüncə üzərində qurulan məntiqi şəraiti yaradır ki, ən mürəkkəb məsələləri belə qısa zamanda dərk edim. Bu nədir la? Siz lap belə pərdən götürdünüz. Əmi, bu bugün gün evinə girdi, qapıdan qayıtdı. Onun dediklərini mən başa düşürəm. Sən narahat olma. Əgər istəmirsiniz ki, görüntüləri polisə verim, gedirsiniz bu ünvana. Bu ünvanda mənim videom olan fleşkart gizlədilib. Onu tapıb gətirirsiniz, mən də silirəm sizin görüntüləri. Şeydir, bu hansı videolardır? Üstündə bandam yazılı, kasetin içi başqa şey. O, Allah, sən nə çox danışdın, getdi. getdi. Hə. Arada, yəni mən yaxşı ki altdan bir dənə şey şalvar giymişəm. Ne bilirdim də belə şeylər ola bilərdi. Mən də ineyim bax. Ayı bir də xana götürəm, belə gedməyik də. Hə. Sən belə elə, aç əllərini, şalvarlarını özləri qalxsar. Aysa, sən həllərimizə şaban. Sənlə aç, şalvar çəkərik. Çəkərik. Çəkək? Çəkə bilərik, dayda. Aysa. Həmişə evdən çıxanda atdan nəsə giyin. Mən nə bilim belə Ola olacaq. bilər də, indi çıxırsan yola zıda, minden problem ola bilər. Mən bilmədim belə Gəl, olacaq. gəl, gəl, Oldu. Baş sponsor Soundride. Xüsusi sponsorlar New Holland traktorları, Plus Over, Patron tumları. Hə, nə oldu Mətiş xala? Dedim ki, mənə sürə bilməzsən. Bu o deyil. Mənim öz 07'm olsaydı, sən elə Zafrafqanın yanında qırardım. Yaxşı da. Mən hoqqa verirdim o vaxt. Bir dənə 07'm var idi. Qıpqırmızı, elə gözəl idi, elə gözəl idi. Qabağı 12 barmaq göydə. Bagajını kubik atmışdım, altı yerə dəyirdi. Pərdə plyonka, basavik də öz yerində. Ay, Mətiş xala, mən səni belə bilmirdim. Sən lap əcdahayımız. Ha, bəs nə? Sən məni o vaxtın maşın sürənlərindən soruş, Yarbaladan, Elvindən, Hamletdən soruş. Biz yeyib içməkdən ötürü gedirdik Qubaya. Yaxşı yeyib, içib otururduq rula. Bakıya qədər tormoza basana söyüş qoyurduq. Söyüş zat Mətiş xala. Nəysə, Mətiş xala, söhbəti fırladırsan, fırlatma söhbəti. Mənim 300 manatımı ver, mən çıxım gedim, mənim işim gücüm var axı. Sən dəli olmusan? Səhərdən sənə o qədər söhbət danışıram. Sənin fikrin qalıb 300 manatda. Verəcəm də. Olmadı, Mətiş Hadi xala. indi üstümdə yoxdur da. Axşama səndədir. Uduzdun da Mətiş xala. Yaxşı, axşam onda zəng eləyəcəm mən sənə. Nazı sağ ol atam, sağ ol, öpürəm, öpürəm. Çox. Aa, Şirin. Allah, bu yol mənə tanış gəlir. Sənə tanış gəlmir. Hala bu yol deyəndə ki, yollar deyəndə ki, prosta mən sənin elə belə çıxmışam yola. Amma 11 ki, sənin yolun ayrıdır, mənim yolum tamam ayrıdır. Mən getdim, yolun axırı 4 divardır, bildin? Hala, yaxşı da, 4 divar. Şirin, ha Şirin. Tanış gəlir. Şirin, bir dənə gözlə, gözlə. Ayaqdan soruşmaq istəyirəm, qaqaş kimdir? Ana deyən, amma bunu nə deyim ki, neçə yerini çıxmıyor. Bu qaqaş hələbi ki, mənim sevdiyim qızını, Hala, mən sevdim. Yox heç. Hə, başa düşdüm, narahat olma, başa düşdüm, başa. Hala, nə başa düşdün? Mən sən dedim benim başa düşdün. Hala, başa düşdüm də, narahat olma, qaqam başa düşdü. Mən sən dedim ki, nəsə başa düşdün. Hala, başa düşdüm də qurdalamadı. Hala, nəyi başa düşdün? Bəlkə sən şey başa düşmüsən ki, mən ondan narahat oluram. Hala, nə bilirsən, mənim düşündüyüm bəlkə sənin deyəcəyindən daha çox pisdir. Dava, geri, işinlə məşğul, işinlə məşğul. Hə, işimlə məşğul oldu, bura bax. Qaqan Soundride işləyir, ayına 1000 manat pul. Çaqçıqında belə yox, belə. Laf yaxşı. Öpürəm özündən müayət ol. Amma deyərsən o qaqaş kimdir, onu tam söhbət eləyəm. Öpürəm. Mən deyirəm, bu niyə özündən belə razıdır? Akası Soundride deyir, hə? Aa, Şirin, gəl tapmışam. Hala, gəl. Hala, gəldim də, nə olub, hala? Sən deyim mən, bu yol mənə tanış gəlir. Ha, gördün? Deyələ, bu da Reyhan ki, nə video? Hala, görmürsən 2 dənə şir, qara, qapı, elə yazılıb damsı. Qulaq ası, o kişinin flash kartı Oqtayımdadır. O qulaq, burun, qaş, göz, dodaq, o elə belə verilməyib. Yəni o xammaldır. Normal adam olmaq üçün gərək olanın üstünə nəsə qoyasan da qaqaş. Ala adresə baxanda bilmədin ki, olanın evidir, hə?
Allah mən belə küçə tanımıram da. Mən yerlərlə tanıyıram. Məsəl üçün Akifin vurulduğu yer, Kamilin zadın yatdığı yer. Belə başa düşürəm, yerlərlə bilirəm. Gələ, bu da universitet oxumamağın axırı. Onu belə danışır ala. Hə, ola bilər mən universitet oxumayım. O Mendeleyevin cədvəli var ha, oradakı metallar. Bilirsən də onları? Hə. Onları qardaşım vaxtında satıb. Biri küçə gəzinmişəm. Dəmir alıram, hə. O mənəm də, o səs mənəm də. Ala, mən bu evə Reyhan gilə oğurluğa girməyəcəm, ayıbdır ya, ala. Ala, o kişidə bizim videomuz var, Biz o məsələ həll eləməsək, o bizi verəcək polisə. Nə mənə videomuz çıxacaq, bir haber olacaq. Əslində mənim stasiyalarım başqadır. Mən istəmirəm bu stasiyaya gedim içəri. Takşdo, hoppan içəri. Ala, nə hoppandan zat deyirəm, ala, birinci hoppan. Hoppan dedi, qapını açıb girim içəri də. Gicdik ala bu. Long. Aa. Long. Çiçək. Sən bunun vaxtında qulluğunu elə, yağıdır, suyudur, antifrizidir. Düzdür, bu elə möhkəm traktordur ki, bu hələ mənəm xarab olasın deyil, özün bilirsən. Amma indi gününə 305 manat pul qazanırıq. Çörək qazanırıq ondan. Ona görə onun qulluğunda durmalıyıq, nazını çəkməliyik. Onsuz da səni bilirəm. O biri sürücülər nə tər ki, bir il tamam olanda çıxdılar, getdilər ha işdən. Bax, sən də elə işdən çıxıb gedərsən. Niyə gedirəm Oqtay bəy? İşləyirəm də gül kimi. Ay, o birilər, bax, demirəmmi? Nə tər gediblərsə, sən də elə gedərsən. Bu bir il ərzində sən özün gedib özünə. Bax, elə bu New Hollanddan qəşəng o belə leasing şərtləri ilə özünə traktor alarsan, gəlib öz traktorundan işləyib gününə 305 manat alıb öz cibinə qoyarsan. Mənim üçün istəməyəsən, ağa, çıxıb gedərsən, bilirəm. Olsun. Get, sən get traktora. Gəlirlər. Nədir, nə olub? Kim axtarsan sən? Ağı baxın Oqtay bəy. Necəsən? Yaxşıyam, yaxşı olmağına. Kim axtarsan sən, kimdən gizlənirsən yenə? Deyirəm bizi niyə çağırmısan bura? Hə, onu soruşursan. Onu soruşun. Bir dənə qız var. Ya, mən cimdəni ayıramıram özümdən. Nə ayırıram, sözümdən qura bilmirəm. Palçığı götürüm üstümdən, belə yaxıram üstümə, belə təmiz. Qoydu ki, ay palçıq sizə necə yaraşır. Vay. Siz mənə kömək eləyin, o qızı özümdən qırım. Parkda mən ondan görüşəndə. Siz belə yüngül bağırıma belə çiyin atarsınız mənə. 2-3 dənə çox demirəm, nalayiq belə alçaldıcı sözlərdən mənə deyərsiniz, tək onun gözündən düşüm, o bəsdir. Alçalan, burada nə var ki, məşğalan, sizin daha da dediyi sözlər desən, bəsin yəni. Yox, ha. Məşğala mənim dalımca nə deyir? Məçqala nə deyib? Sən məçqalan başın bırax. Mənə bax. Deyim bana kəsirimiz nədir? Puldan nə? Hərənizə 10 manat. Oqtay nə bulma, iş belə böyüdü. Mən aldım. Ver. Hanım? Yox. Birinci su yoxlamalıyam, sonra da yoxla. Elə yoxlamaq yox, elə çiyin atmaq yox. Sən get ora. Buna deyəm, mən param yox. Mən 1-2-3 deyəndə üzböz gəlib çiyinizi sonra nalayiq söz. Yox. 1-2-3 dedi. Ne oğlum ha, normal git ha. Ya, hara cinat ha. Saçmadan ha. Hanım, ne zaman gideceğim? Sənin o manatın halal, sonra sakitləş. Ne? Görmürsən nələr deyirsən, dillən də nəsə dedəsən də. Oqtay əmi, mənim çiyinim təmizdir. İstəyirsən vara bax, gör orada. Çiyin təmizdir yoxsa yox? Təmiz çiyinidir bax. Var nədir, nə danışırsan? Normalde çiyindir də, çiyin atmaqda nə var bəyəm? Məktəbdə heç bir-birinə çiyin atan adam görməmişsiniz. Mən atmışam, bizdə bir sinifdə Orxan var idi, Orxan. Mən həmişə onu atırdım, bax onunla dalaşırdı. Deyirəm, kəşf o gələrdi, bomba olardı. Mən 3-cü sinifə zəng etmişəm, sonra xəbərim oldu. Mənə bax, məni ayıra biləsiz ya yox. Gəl sən belə elə. Sən get Məhdi xalaya müraciət elə. O sizi 5 dəqiqəyə ayırar. Mənə bax, əgər Məhdi xala 2 sevəni 10 dəqiqəyə ayırırsa, bir sevməyəni neçə dəqiqəyə ayırar? Bir dəqiqə. Bir dəqiqə. Bir dəqiqə. Yox, 10 dəqiqə. 10 dəqiqə. Bəlkə də bir dəqiqə. Bir dəqiqə ayırar. Yaxşı, bir nasos bir hovuzu 3 saatda doldurarsa, 3 nasos bir hovuzu neçə dəqiqəyə doldurar? 10 dəqiqəyə. Nənəmmi, mən harada bilməm. Ola bilər. Ay, bir dəqiqə deyəndə. Məktəbdə bax, ona bana çiyin atmasaydınız, indi bilərdiniz 3 nasos bir hovuzu nə qədəyə doldurur. Mənə da deyərdiniz. Nə bilim ya. Ətiş xalanı bilirəm, tez ayırır. Amma bax ayırır. Aha,
Mənə yola verdi, 2 dəqiqənin içində belə ayırmaq lazımdır. Başa saldığım kimi də birazdan mən parkda olacağam. Siz də gələrsiniz o parka. Üzbəüz gələndə bir dənə long, şirin demişkən, bir dənə long, çiyin, dalıyla da boşaldın nalayıqlarınızı üstüne. Padurgası yoxdur bu qızın. Yenə məşə maşından gəlim ortana belə bunun ayrım gitsin belə. Ayrım qızın padurgası demə. Qızın özümdən çoxdan qırılmışam. Bu padurgasını tutdum, indi onu özümdən ayıra bilmirəm. Oktay əmi, bir manat ver, buket verim sənə, qıza verərsən. Ay, bunu bizim kətdə yeyirdilər, Kim atlamır? Ay, gedin parka, gedin, hə. Parka. Evet. Gəl. Acıqdı deyəm. Buna az. Bana kaldı. Alacağım. Hadi. Yıkılarım, yavaş tutma. Sana ben öyle sen mata su pulu gelsin, eleme de. İşte sen, həmişə elə şeyləri puldur, flash kartdı, kuxunana gizlənirlər ki, şübhələnməyəsən. Başa düşdün. Şirin azından öyle bir de bak ki ne var yemeğe. Dünən yediğim üstünde. Atam eşidirsən, biz oğurluğa girdiğimiz evdə yemək yemirik. Çünki çörək yediğimiz evdən oğurluq eləmirik. Tak şu ağıllı ol. Bildim ben. Ha, çörək yiyor bu. Tutak. Düz gəlmir. Girdim bura uğurluğa, düz değil. Sabahla da Reyhan'a oldum. Düz değil. Reyhan sana yemeği getirdi verdi. Ondan necə olacaq? Ha, bu düzdür. Ona önce söz tapmadım. Ara yaxşı nə yiysən ki də var. Yəni, axtar. Dolma. Alayı bak. Dolma. Ara nəyi yandırdın? İşte gəl ama. Sön. Allah bunun yine bak. Allah soyuq dolma. Bu yeganə bir şeydir ki, Japonlar bunun çarəsini tapa bilmiblər. Japonlar hər şeyə çarə tapıblar, hər şeyin cavabı var. Bir an bundan başqa. Soyuq dolmanın ləzzəti başqadır, atam. Ara yaxşı da hər qarnımda otar flaşkanı götür çıxar gedək də. O nədir, özümə. Pizza. Ha, Şirin. Mən bildim Reyhan'la bizim ortaq cəhətimiz nədir? Nədir? De. Patron günə baxan yaxları. Bunlar da bundan istifadə edirlər, bizdə də bundan da evdə. Ara bizdə də ondan da. Sizdə də bundan da. Hamıda ondan. Hamıda. Hələ. Of mama, evdən çıxanda 4 saata hazırlaşmırlar da. Saat 4-də orada olmalıydıq. Biz evdən 5-də çıxmışıq. Gedib ora çatanda cəmaat dağılışar da. Ay qız, mən nə bilim, biz 2 saat yollarda qalacağıq. Çaspik vaxtı gedib çörək alanda da 2 saata qutarsan işivi. Evdə çörək yoxdur ki. Of mama, qalx. Geç. Bəlkə gedək ala. Qalx. Mirvari xala ilə Reyhan gəldi. Davay, çıx. Ara nə çıx, flash kart götürməyək. Hala çıx, adam balsı kimi gələkdir, çıx. Ara da girmişik də araya. Hala adam balsı kimi gələkdir, qapıdan gələk. Gəl. Kəməl kömələ. Belə olma. Qaldı. Oktay, sənin qolun necə də möhkəmdir. Hələ bir muskulun nəyə desən dəyər. Məşq elirsən, hə, İsfaiz? Qətiyyən, mənim məşqdən zəhləm gedir. Sən necə bəxtəvər adamsan. Məşq eləmirsən, o belə güclü qolların var, vergi verilib sənə. Onu sən məşq eləyən oğlanlara nifrət edirəm. Ay, kaş deyərdim ki, məşqə gedirəm, məndən də nifrət edərdi, zəhləsi gedərdi.
Amma xeyri yoxdur. Buna nə pis tərəfimi deyirəmsə, onun yaxşı tərəfini tapıb yapışır oradan bir köllə mənə vurulur. Neyse. Ha, stol ha. Yavaş hala, yoluma bax. Gözüm evdə bunları ayırıb gəlirəm. Getmə pandam. Birdən sənə nəsə olar. Ciddi dalaşırlar. Öz idmançı oxşuyurlar. Ay oğul sən narahat olma. Ürəyini buz kimi saxla. Ayırıb gəlirəm mən, hə. Ne? Kamağımı görmüşsən ha? Ha sen qabağıma bax, hemen boyda adamı görmürsən. Ha, kuturma. Allah, kuduran biri olur bir də sən. Ha, memnun bakar özgü adım koyar çizgiye ha. Ha, normal karatmayla ha. Siz niyə dalaşırsınız? Neden danışın, neden? Ay, siz mənlə dalaşmalısınız, sizə pul verəm mənəm. Sən buna deməli deyilsən, mən də deməli. Deyirəm ki, sən kimsən, ondan sonra cüm mənə. Kimden ha? Sen kimsən hala? Ha, ben kimden ha? Kurtardan kurtardan ha. Ha, sen kimden ha? Ay, ondan niyə soruşursun? Kimi döyəsən, məni döyməyəsən. Mənə deyiləm, məndən sorur. Aa, bildim. Ana, Oktay'a mı yedim eliyi de? Bir də soruş sən kimsən? Aa, sen kimsən hala? Kimden ha? Sen de ha? Mən heç kim. Necə? Heç kimə. Heç kimsən? Vur bunu geç. Ben kimden ha? Yersiz. Ne var yine? İki oğlan sizə, amma pul vermişəm, artıqlaması ilə döyürsə, mənful deyirsiniz ki, 5 manatlıq bunda bəlkə vurursun. Masajla. Şöbeliyim! Nişanlımı döyürler! Polis! Polis zat ne diyor yok değil mi? Biz böyle danışmamıştık akı. Kozu kaçak. Kaçak kozu. Ufak aksakal terk olmak kişiden değil. Bölmeden çıkana danışar. Ha, polise de! Polise de bu ne danışın ha? Yaxşısan həyatım. Yaxşı ki sənə heç nə olmadı. Halal olsun sənə. Onlara baş qoşmadın. Gözümdə biraz da böyüdün. Ay sana, fakir düz deyirlər ya. Buna xeyri yoxdur, ancaq Mətiş xala bizi ayıra bilər. Gedək. Sən bu belə çox ürəyimə yatdın. Gedək, mamla səni tanış edin də, hə? Gedək. Daha gözündə qalxmışamsa bu qədər, ora gedərcik. Arab, saxla. Sən kimsən da mən sürüyozum qapısını döysən, hə? Mən kiməm? Mən Yaponiyada təhsil almış, bir neçə dilə hakim, müxtəlif mədəniyyətlər arasında sərbəst hərəkət etməyi bacaran, dünya görüşü yalnız yaşadığı mühitə yox, oxuduğu kitablar və gördüyü ölkələrə formalaşdırılmış, yaxşını pisdən ayıran cihazını icad edən Kamal. Bəs sən kimsən? Mən kiməm? Hə. Mən ata tərəfin qohumlarından yarınmayan, ancaq işi düşəndən düşənə dostanışı zəng eləyən, yenə də ürəyi yumuşaqlıq edib onun bunun qulluğunda duran bir oğlanam. Sən heç kimsən. 18 yaşına qədər çatmağın üçün o çəkilən xərclər var ha. Adamın onlara heyfi gəlir. Deməli, diqqətin burada olsun. Sən doğulandan 2 yaşına qədər 1500 manat xərc çəkilib. Yəni, uşaq bezləri, uşaq yeməkləri, xırda para şeyləri, hamısı 1500 manat pul tutub. 2 yaşından 6 yaşına qədər iqrişka, plasmas, sasilka, masilka, nə bilim, aypapama, onlar hamısı 9-10 min pul tutub. 6 yaşından 18 yaşına qədər 85-90 min pul tutub. Orada nə daxildir? Yəni, paltarlarım, parixmaxer, saç qırxmaq, nə bilim, telefon, papa kontrvır, yol pulu ver, dərsə gəlirəm, dərsdən gəlirəm, pirajki pulu, dönər pulu, nə bablar, hamısı 85-90 min pul tutub. Yəni, səni 18 yaşına çatdırmaq üçün 131.500 manat xərc çəkilib. Ala, sənə 131.500 manat xərc çəkilib. Ala, o pula mən 5-6 dənə maşın alıb verərdim Sandrayda, evdə oturardım, çayımı içə-içə, yeməyimi yeyə-yeyə, oyniyə, ayıma 5-6 min pul qazanardım. Bu arada qeyd edim ki, bizim serial Sandraydın dəstəyi ilə çəkilir. Mən baş rolda oynadığım üçün bizə dəstək olur da Sandrayd. Allah, sənin rəqibin mən olmasaydım, sən kimə lazımsan? Hala, yaxşı da, qayıt seriyalı da, indi rejissor qışqıracaq, hə? Hala, gəl, mehriban olaq. Onsuz da nə səninlə, nə deməyinə Reyhan danışmır. Gəl, mehriban olaq, özümüzü mehriban göstərir. Bəlkə barışdı bizimlə. Doğru, hə? Hə. Davay, gəl mehriban olaq. Davay. Qapın bir yeri deyil. Deyil. Hə, mehriban olaq. Gəl, mehriban olaq. Siz axırda bir-birinizə bağlanacaqsınız, Əlimi çəkər, hə? Hala, sən əlimi çəkər, hə? Dayı, mehriban olaq bu qədər yox da, dayı da, ayıbı daxı, hə?
Mən sizi daha görmək istəmirəm. Bugün restoranda elədiklərinizdən sonra sizi bağışlamayacağam. Biabır elədiniz mən rəfiqələrimin yanında. Sən bundan sonra Varikozum ən yaxın padruqon məzmə. Oturaq səninlə kiminsə daldan danışaq. Kim kimlə gəzir, kim kimlə sevgilidir, hamısını bir-bir danışım sənə. Başa düşmədim, necə? Bax belə. Qız Kəmalən qızıdır o. Ona maşında gətirdi onu. Amma oğlanı tanıyıram mən. Doğrudan? Odur. Eşidirsən, bu boşandı axı. Doğrudan. Deyir, anası yola vermədi də oğlanı da. Həyasızdır. Həyasız, hə? Şuradan başlayın. Mən də tanıyıram. Onu necə yola vermək olar? Dedi 5 metrə deyə. Anası onu ərə verəndə sevmişdi ki, canını qutardı ondan. Özü bir də qırğınlar olmuş. Nə qırğın? Qudasının əli əri daxil. Gediblər oralar. Oturublar, yemək yiyiblər. Onda bir də təkkaş üzüyü var serivantın üstündə. Sırf verən sürü qırma yoxdur. Bunlar eləyib, kim eləyib? Dedi bir nəfər var, baxan var, adı ilə deyir, adı ilə, hə. Görə vırır çıxıb orada. Vırır, kim vurur baba, belə söyləməz axı. Şuraya qırğın davada. Xəstəsiz siz. Bir də bu qapıya gəlməyin. Şiriyorsun, bir dəqiqə deyəm. Heç olmasa Kamal giysin də içəri də. Nə olub? O utanır, işi var, söz demək istəyir. Burası utanır. Niyə? Hal-hazırda mədə bağırsaq sistemində baş verən kəskin motor aktivliyi artımı səbəbindən subyekt sanitar qovşağı təcili miqrasiya etmək məcburiyyətindəyəm. Hala qız sənlə tualetə getmək istəyirəm də. Tərbiyəsizlər. Başa düşmədim, tualetə getmək nə vaxtdan tərbiyəsiz olur? Yəni pəncərədən girməliyik. Get düş. Gəl, gəl. Ayda, məni vurdular. Ay Mətiş. Gəlin qaldırın məni. Apteçka lazımdır mənə bir dənə. Tez olun da drop düşdü. Avim çıxsa mənimdir. Götürəni söymüşəm. Mətiş. Ay Mətiş. Ay uşaqlar, 1000 dəfə sizə demişəm ki, mənə Mətiş yox, Mətanət xala deyin. Siz mənim qışım boydasınız. Bəlkə də anavuzdan bir sinifdə oxumuşam. Atovuzun qabağına kafedə küftə qoymuşam. Nə istəyirsiniz daha? Ay Mətiş. Oqtay, sənsən? Ayda, bayaqdan uşaqlara deyirəm ki, danlayıram, söyürəm. Bu nə deməkdir, Oqtay? Uşaqlar, mən çıxıram, qoruyun məni. Birazdan qayıdacam. Ürəyim üzüldü. Sən PUBG oynayan yaşındır. Özü ayağın boyda uşaqlarla, nə Mətiş? Depressiya demək, Oqtay. Dedim bir-iki oyun çırpım, stres atım da. Sən onu bunu depressiyaya salıb çöllü biyabana, səhraya salan adamsan, Səni kim depressiyaya salıb? Mənə o maraqlıdır. Oqtay, bir nəfərlə üstü 300-dən sürdük. Ya, bildiyin qonqa... Hə, məni rivokda apardı. İndi təcili axşama qədər onun kartına 300 manat atmalıyam. Bax, Dərnəgüldən Baksıfidə qədər onu quyruğumda apardım. Bayraq meydanına çatanda gəldi keçdi məni. Sonra mən bunu bax belə svarka eləyə apardım. Dvatsatının kuruğuna məndən tez gəlib çatdı. Sən hansı kuruqlardasan? Sənin kuruğunda kimlər var? Ayağın boyda uşaqlarla PUBG oynayırsan. Tanımadığın yolda biri ilə qonqaya çıxırsan, atdoşluq edirsən. Hadi qutar. Neyniyim? Ki mən sənə normal elə abrur hayalı pul qazandırım. O işi gör gülən, pulunu verim apar qaytar gülən cəmaatın süsmatını ver, özünü dağa daşa salmayım Mətiş. Bir dəqiqə. Uşaqlar, mən oyundan çıxıram, pul var, çörək var. Sabahlar dərsdən gələndən sonra zəngləşərik, girərik oyuna. Yaxşı oynayın siz. Oldu. Düzəlməyəsən. İndi də görüm nədir məsələ. Deməli, mən bir qızla görüşürəm, onu gətirib səndən tanış eləyəcəm. 500 manat. Bir deyəndə, gör nə deyirəm də, bir məsələni bilmirsən axı. Yaxşı, çox belə xəsislənməyək. 450 manat endirim elədim. Bir imkan ver də, ay Mətiş, sən də mənim ustam kimi elə qiymət oxuyursan, o dəqiqə işə eşidən kimi. Yaxşı da heç istənmə, de. Demək bu qız gətirəcəm bura, onunla səni anam kimi tanış eləyəcəm. O elə bilməlidir ki, sən mənim anamsan. Və biz də bu evdə yaşayırıq, kasıbıq da, giyimimi də dəyişməyəcəm, elə bu giyimdə olacaq, bu giyim elə kasıbı var, şeydir də, unisex deyirlər də, onun kimi bir şeydir bu giyim. Əla, işin içində ev varsa, saatı 50 manatdan, 2 saat qalsaz burada, 550 manat. Ne danışırsın sən Mətiş? Sizin evinizə 10 dəqiqə girən adam çıxanda 50 manat aptekə dəyib dərman alır. Zarafat edirsən sən mənə. 500 verəcəm, məsələni həll edəcəksən. Başa düşdün? Yaxşı, 500 manata gəlini gətir gəlsin. Oy mama qurban özünə. Oy, ətim töküldü. Ay mən sən indidən rola girməyi quzan, ətim töküldü. Nə oldu? Yaxşı da səndə. Söz demək olmur buna. Hələ bir gəlini gətirəcək, hələ mənə bir mız da qoyur arasında.
Şirin, vaxtı səni gözlətdim, hazırlaşırdım. Necə görsənirəm? Sənə 5 ulduz verirəm. 5 ulduz nədir? Yox xanım, mən özüm bilmirəm hansı yolla getmək lazımdır. Navigatora çox da inanmaq lazımdır. Arada yolu çaşdırır. Sən nə danışırsan? Nəqd yoxsa kartla? Ay Şirin, başa düşmürəm sən nə danışırsan. Seriozum, bu taksi sürücüsünün dilidir. Hə, mən Soundride işə gəlmişəm axı. Bax, ayda 1000 manat maaş alıram. Arada taksiçim olur, 300 manat da bonus. Buna bax, 300 manat bonus. Onda bu sənin ikinci biznesindir, hə? Soundride işləyəndə ikinci biznesə ehtiyac olunmur. Baş sponsor Soundride. Xosi? Aha. Hay Xosi, bu nədir la? Mənə faxı deyəndə inanmırdım. Deyirsən gizli işlərlə məşğulsan. Sənin pulun var, ona buna pul paylayırsan. Ay, pul mən verirəm, Oqtay əmindir. Mən paylamaq üçün baxıram. Oqtayın klinikası var. Traktorun dəxli var onun. Oqtay əmin klinikanı New Holland'dan qazandığı pula tikdirib. Hə, özdə bunların qiyməti münasibdir. Kreditlə də verirlər. Bir də Oqtay əmindir ki, şeydir bu, Şirin görsən deyəsən ki, Şirindən fərqli olaraq traktor keyfiyyətlidir, uzun ömürlüdür, qənaətçilidir. Qulaq as. Sən bu gətir-götür işində sənə nəsə maaş verirlər? Yox, həqiqətən, mən maaşa işləyən adamam. Traktoru verir, həftədə bir kuruq sürürəm. Doğrudan. Mən beləyəm də, mən beləyəm, mən tanımırsan, ya. Xüsusi sponsor New Holland traktorları. Atam heç nə. Əlimdə patron sertifikası çitliyə bu ilə söhbət edir. Tramvalla mənim gizin obrazım var. Mən bu dünyaya papırda gəlmişim. Bir şey söz verdimsə onu eləməliyəm. Bildim, mənə gəl soraqlaş oradan, buradan bizim aləmdə söhbətlər necədir, necədir, başa düşdün necə? Yəni bizdə kəlmədir. Ümumiyyətlə mən söhbət eləmirəm. Satan ki papırda lang, başa düşdün? Belə. Yəni əlimdə patron söhbət elədim, məsələ yola saldım, çıxdı getdi də. Bu boyda söhbət elədim. Bir dənə patron sistemağa inandım. Niyə atam? Çünki elə bir dənə ona bacarsan. Başa sən mən inanmırsan. Sən mən yaxşı tanımırsan. Qulağımı gətirin buram. Xüsusi sponsor Patron tumları. Deyirəm qaqaş, mənə də dəyişib. Qeyif 4 əvvəllər. Yox, indi zordur, indi. Ara düzdür də, indi zordur. Hər yan kameradır. Məhəllədən keçə bilirdin sən. Satan 1-2 manatı alırdı. Hala mən də nə edirdim? 10 manatı xırdalıydım, verirdim 1 manatlıqlar. Hər cibimə bir dənə manatlıq qoyurdum evə salamat satmaq üçün. İndi zordur. Ala, yaxşı ya, sən də ağzıyar olmusan. Sağ. Qana, bu nədir ha? Marketdən çıxan hamısı plasoverlə sıxır, ha? Bundan daha gəlsən pulsuz paydır ha, plasoverləri. Baxa bir dənə qaç sonuş. Dedi ha? Yəni bir dənə baxım. Hala indi marketdə kamera qoyublar, hə? Ürəklə girib çıxırsan orada. Onu gəlir, dayan. Gəl, sür. Deyin ha, buzum. Başa düşmədim, hala pulum var idi. Ala, mən hələ də hər cibimə manatlıq qoyuram. Qorxumdan yox ha, plasoverə görə. Eşidirsən? Bəlkə kameranın altında etməyim bunu, yox tap keçək. Marketə borcum var. Görsəcək gətir pulumu qaytar. Gedək. Xüsusi sponsor Plus Over. Xosu nə edirsən? Qana, nə demək, otur bu çayın söhbət edəm. Haradasan, gəl sıxdan qaq. Bayaqdan damla oynamağa 4-cü adam axtarırdı. Uşaqlar gözləməyim getdilər. Hala nə damını? Gedim içdim bazı vişlərin dalayıca. Yağ aramağa. Ya amma macib işləyin axı. Sən şirinsən, nə bilmə şirin. Biz sənin adını verib göyərtini 15 qəpikdən alan adamlar qana. Bildim, bu hələ mənim üçün vacib iş. Niyə? Niyə? Çünki gələn gedən zəng gelir mənə ki, eşidirəm də danışırlar dalımcan ki, bu nə yeyir, nə içir, ona görə. Kim dala zəng gelirdi ya. Hə, qardaş. Qardaş, sən nə yeyirsən, nə içirsən ümumiyyətlə? Atam, mən patron yağı ilə pişirilən bütün yeməkləri yeyirəm. Başa düşdün? Yəni patron yağı ilə qidalanıram. Davay. Xüsusi sponsor Patron tumları. Axtar. Gəl sən bura bax. Reyhan paltarı. İyindən biləmək bax. Ama biri bari xalandı, nə Reyhan? Gecə ha. Yatmaya biraz yorulmuşam. Yox, yatmaq yoxdur. Qulaq az eşidirsən, flaşkanı tapmalıyıq, bilsən nə olacaq? Ala, mən özümü pis edirəm. Özüm həmşirim, mən özüm pis. Mən sevdiyim qızın evinə oğurluğa girmişəm. Yox, mən pis eləm özümü. Cəmaət mənə nə deyə? Ala, düz deyirsən, inansan mən də özümü pis elədim.
Görürsən, qıraqdan baxan nə deyər? Sevdiği kızın evine uğurluğa giren adama nece bakırsınız? Çox pis. Gördün nə deyərlər? Axtar. Hala taptım. Ara alınmadı deyəsən. Ara bu nədir? Hala nə edirsən sən? Vay. Belə mənə. Aranmadı istədim ha. Buraları kim biləyim? Gəl. Hələ tapdım. Bunu aparın veri İkrama. Biz onlara görə zəbilə düşmüşük. Bunu verməsə yoxsa bizim video hara gedəcək polisə? Görürsən Oktay yenə nə edib? Getdi. Diyan yadıma düşdü. Ev necə edərək? Gəl. Demək ki, bir şey. Aysa, ona belə elə. Sən geleyim görüm. Bu da götürmür. Yaxşısı budur mən gedim Mətişə deyim ki, Şirinin başına nəsə iş gəlib. Belə şey olar. Günümə güzaranıma baxayım. Pula görə belə girmədiyim oyun qalmadı. Birinin bibisi, birinin xalası, birinin nə bilim sevgilisi, birinin butulka yoldaşı. İndi mən pul tapıb beden şəkilləndirmə əməliyyatı eləyib oynaya gəzən vaxtımdır. İndi olmuşam qoca qarı. Heç dəxli var. Gel hayatım gel. Gel sevgilim. Tanış ol, bu benim sevdiğim kız Nişabədir. Bu ise benim, bu benim... Nəyinəm Oktay? Ay, indi mən nətər deyim ki, bu benim anamdır. Dilim gəlmir. Bu da benim vıjimdir. Vıjı nə day Oktay? Vıjı, biz tərəflərdə anaya vıjı da deyirlər. Hə. Mən ana deyəcəm. Xoş gəlmisən qızım. Çaydan, çörəkdən, sudan nə istəyirsən gətirim sənin üçün. Çox sağ olun anacan, heç şeyə ehtiyac yoxdur. Çox sağ ol, əl öpənlərin var olsun. Buyur əyləş. Oktay, biraz çətin olacaq, amma çarəsi var. Qızım, kimsən, kimlərdənsən, atan-anan kimdir, nə işləyirlər? Anam reperdir, atam yan xətt hakimi. Nədir? Yan xətt hakimi. Nədirsə yaxşı şey oxşuyur, hə? Qızım, bax, mənim aman zaman bircə dənə oğlum var. Nə əziyyətlə, nə zulumla böyütmüşəm, onu bilənlər bilir. Bu yaşa çatıb evlənmək istəmirdim. 1000 dənə qız göstərmişəm. İndi axtarıb səni tapıb, səndən evlənmək istəyir. Əvvəlcədən deyim, şərti şunda kəsək, xırmanda yabalaşmayaq. Bax, görürsən, bir dənə kiçik daxmamız var. İkimiz güclə yerləşirik bura. Hamamada qonşuya gedirik. Yəni hamama. Mənim Oktayla varında, nə pulunda gözüm var. Mən onun ürəyini sevirəm, sadəliyini sevirəm. Nə yaxşı, hə, onun ürəyi genişdir. Desəm, hətta lap çox genişdir. Ürəyi dolu deyil, dolu. Belə ayaqla itələyirsən, görürsən yenə də yer var. Mənim ürəyim elə boşda qalan kimi kimsə hər yoldan keçən, gəlib bax keçib gedim. Belə də. Mətiş! Oktay! Ay! Sən burada nə edirsən? Zənglərə nə üçün cavab vermirsən? Oktay, bu kimdir? Mən Oktayın həyat yoldaşı. Sən kimsən? Oktay, sən evlisən? Ayıb olsun sənə! Kimdir Oktay? Mirvari, sən hirslənmə, mən hamısını sənə danışacağım. Bu qızın psixoloji problemləri var. Küçədə hansı kişini görsə, deyir ki, mənim sevgilimdir. İndi də Oktayı tutub, deyir ki, mənim nişanlımdır. Mən də onları bura çağırdım ki, onları başa salım da. Sən nə əcəb gəlmişsən bura? Mən nə üçün gəlmişəm? Şiringilin böyük problemi var. Nə? Onları bizə göndəriblər ki, evimizdəki flaşkanı axtarıb tapsınlar. O göndərən adam var ha, o kimdisə, Şiringilin videosu var onda. Flashcard? Hə, flashcard. İkram əmi. Gördün? Biz kişi kimi dedik, gətirdik. Deyəsən çoxu qorxudan oldu axı. Qorxu beynin təhlükə hiss edəndə verdiyi təbii müdafiə reaksiyasıdır. O, insanı ehtiyatlı olmağa, qaçmağa, gizləməyə və ya özünü qorumağa hazırlayır. Yəni qorxu zəiflik yox, yaşamaq üçün lazım olan siqnaldır.
Başa düşdün atam. Bizim videonu silin, biz çıxaq edək. Tələsmə. Bir baxaq görəli bir düz gətirmisiniz. Hələ baxaq da. Gəl. Bu nədir? Ala Tom Jerry'dir ki ala bu. Bu nə görə göndərmişdi bizi Oktayın evinə? Ha siz mənə dolamısınız. Ha bunlar mənə ciddiyə almırlar. Ha bu nə daha gətirmisiniz? Zəng elə polisə, gəlib aparsın bunları. Bu mən istədiyim flaşka deyil. Sən bu fleşkanı istəyirdin, İkram. Oktay əmi. Tanıyız bir-birinizi? Allah hədə gediş gəlişimiz var da Alevi. Allah səni dibinə. Allah, Özün öz əlinlə gətirdin. bırax uşaqlar getsinlər evlərinə. Siz gedə bilərsiniz. Ha yox, hara gedirik? Bizə maraqlıca o nə videodur ha. Ona görə salmısan bizi dağa daşa. Elə bu dəqiqə İkram elə sizindən o videoya baxdı. Ha bu, o video aradan çıxsın deyə aləmi vurub bir-birinə. Ömrü boyu heç kimə nərddə uduzmayan adam. Xoruzunu vermişəm qoltuğuna belə. O da çəkmişəm videoya, o fleşkadadır. Məni heç kim heç yerdə nəhddə uda bilmir. Bir dənə Oktay utdu. Onu da oynamışdıq çəkilişlə. Bu flaşka yayılsaydı, mən biabır olardım. İndi mən belə deyim də, heç vaxt nikahda niqvari. Əgər belə ürəyin istəyirsə, bir də oynayaq. Gəl oynayaq. Amma çəkilişdən. Çəkilişdən. Çəkin. Allah bula xəstədir ki. Stolu ver oradan mı? Yavrum. Gələ bir şey. Bunlar gizlilər ki ala. Ha, Zümrüt.